Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn variantı tapın. Birinci sətirdə birinci fiqur, ikinci fiqur və bunların birləşməsindən üçüncü fiqur əmələ gəlir. İkinci sətirdə də birinci ilə ikinci fiquru verir və onların birləşməsindən əmələ gələn fiquru tapmağımızı istəyir. İlk öncə birinci sətirdə fiqurlar arasındakı müəyyən qanuna uyğunluğu tapaq. Deməli, diqqətlə baxsaq görərik ki, birinci fiqurumuz bir düzbucaqlı dördbucaqdır və ortadan diagonal çəkilib. Bir də üçbucaqlı birləşik şəkildədir dördbucaqlıya. İkinci fiqurumuz isə bir düzbucaqlı üçbucaqdır. Üçüncü fiqurumuz isə bunların birləşməsindən əmələ gələn fiqurdur və diqqətlə fikir versək görərik ki, bu düzbucaqlı üçbucaq bizim birinci fiqurumuzda da var. Dördbucaqlının ortadan diagonal çəkilib və görürük ki, düzbucaqlı üçbucaq əmələ gətirir. Və bizim üçüncü fiqurumuz isə birinci fiqurdan bu düzbucaqlı üçbucağı çıxanda yerdə qalan xətlərdən ibarət fiqurdur. Onda belə bir qərara gəlirik ki, birinci fiqurla ikinci fiqurda hansı xətlər bir-birinin üstünə düşürsə, üçüncü fiqurda o xətlər olmur. Deməli, dördbucaqlının üstündəki xət üçbucaqlıda da var və üçüncü fiqurumuzda yoxdur. Dördbucaqlının sol en xətti üçbucaqda da var, düzbucaqlıda və o bizim üçüncü fiqurumuzda yoxdur. Və dördbucaqlının diagonalı bizim üçbucaqda da var, hipotenuzudur düzbucaqlımızın. Ona görə də üçüncü fiqurumuzda yoxdur. Amma dördbucaqlıda olan alt xət uzunluq və sağ en və digər üçbucaq bizim düzbucaqlı üçbucaqda olmadığı üçün həmin xətlərdən ibarət yaranmış fiqur üçüncü fiqurumuzda var. Deməli, belə bir qərara gəldik ki, hansı xətlər birinci və ikinci fiqurda varsa, eyni xətlər. O xətlər üçüncü fiqurda olmayacaq. Keçək ikinci sətirimizdəki fiqurlara. Diqqətlə baxsaq görərik ki, birinci fiqurda aşağıda bir dördbucaqlıdır, kvadrat və diagonal çəkilib, bir də üçbucaqdır. İkinci fiqurumuz isə düzbucaqlı üçbucaqdır. Amma diqqətlə fikir veririk, görürük ki, bu düzbucaqlı üçbucaq bizim kvadratımızın diagonal yarıya bölür, bir üst hissə, bir də alt hissə. Üst hissəsinə bərabərdir. Və biz də birinci sətirdə olan qanuna uyğunluğu əsasən bilirik ki, hansı xətlər birinci və ikinci fiqurda varsa, üçüncü fiqurda olmayacaq. Deməli, bizim üçüncü fiqurda düzbucaqlı üçbucaq formalı fiqurumuz dördüncü fiqurdan da, birinci fiqurdan da silinəcək. Və diqqətlə baxaq bizim variantlarımıza. Birinci B variantından başlayaq. B variantında görürük ki, üst xət, bu xət fiqurun ən üstdəki xətdir. Bizim dördbucaqlının xəttinə bərabərdir və bu xət də üçbucaqlıda var. İkisi də hər iki fiqurda olduğu üçün bu xət bizim B variantında olmamalı idi, üçüncü fiqurumuzda. Ona görə də B variantı səhv cavab kimi çıxırıq. C variantımıza baxırıq. C variantımızda isə səhv olmağına səbəb bir fiqurun sağ tərəfində olan xəttir. Çünki o dördbucaqlıda da var, üçbucaqlıda da var və bunda da var. Ona görə də C variantı səhvdir. Diagonal da həmçinin hər iki fiqurumuzda olduğuna görə C variantında da olmamalı idi. Və ona görə də C variantı səhvdir. D variantına baxırıq. D variantında səhv xət bizim kvadratın üst xətti və düzbucaqlının da kateti
olan üst xətt D variantında var, amma olmamalı idi. Y variantında isə tam fərqli bir fiqur verib, amma yenə də olmamağına səbəb kimi kvadratın sağ tərəfi və bizdə də burada ikinci fiqurumuzun kateti sağ tərəfdə olan xətt hər ikisində olduğu üçün Y variantındakı fiqurda olmamalı idi. Və var, ona görə də Y variantında səhvdir. Gəlirik A variantına. A variantına baxaq. Üçbucağın iki tərəfi, yan tərəfləri verib və düzgündür. Çünki bizim düzbucaqlı üçbucaqda bu yox idi. Bu xəttlər yox idi. Yalnız birinci fiqurumuzda olduğuna görə, ikinci fiqurumuzda olmadığına görə bizim A variantımızda üçbucağın yan tərəflərinin xəttləri düzgün sayırıq. Keçirik sol tərəfdə olan xəttə, kvadratın sol tərəfi. Birinci fiqurumuzda var, ikinci fiqurumuzda yoxdur. Ona görə də A variantında bu xəttdə düzgündür və alt xətti birinci fiqurumuzda var, ikinci fiqurumuzda isə yoxdur və ona görə də A variantındakı fiqur bizim sual işarəsinin yerinə gələcək fiqurla eynidir və düzgün cavab A variantıdır. Dostlar, bu testlə bağlı hər hansı suallarınız olarsa, yoruma yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.